Salam, hər vaxtınız xeyir əziz dostlar. Bu videoda mən 1-ci hissə Güvən Test Bankından çevri üzrə bərabər sürətli hərəkət bölməsinin dövrətmə periodu, dövrətmə tezliyi və bucaq sürəti mövzusunun B variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Əziz dostlar, 2024 və 2025-ci tədris ili üçün abituriyent hazırlığı dərslərimizə qeydiyyat davam edir. Siz də bizim dərslərə qoşularaq imtahanlarda uğurlu nəticə əldə etmək istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Deməli, birinci testimizdə deyilir. Verilmiş radiusda çevri üzrə bərabər sürətdə hərəkətdə radius vektor 2 saniyə ərzində 16 pi qədər dönərsə, dövrətmə tezliyini hesablayın. Əziz dostlar, bu testi həll eləməkdən ötürü bizə bucaq sürətinin iki düsturu lazımdır. Birinci düsturu omega bərabərdir, fi bölünsün t'dir. Digər düsturu isə 2 pi nü düsturudur. 2 pi nü. Burada biz nü-nü tapsaq, nü bərabərdir. Olacaq fi bölünsün 2 pi t olacaq. Burada fi'nin yerinə neçə qoyuruq? 16 pi yazırıq. 16 pi bölünsün 2 pi vurulsun t'miz də 2'dir. 16 pi'ni biz böləcəyik 4 pi'yə. 16 pi bölünsün 4 pi. Bizə qalacaq 4 saniyə üstü mənfi 1. Doğru cavab hansı variant oldu? B variantı olacaq. İkinci testimizdə deyilir. Saatın dəqiqə əqrəbinin bucaq sürətinin saat əqrəbinin bucaq sürətinə olan nisbətini tapın. Bu testi də həll eləməkdən ötürü bizə bucaq sürətinin dövrətmə periodu ilə olan düstur lazımdır. 2 pi bölünsün t'dir. Buradan görsənir ki, bucaq sürət dövrətmə periodu ilə tərs asıldır. Onda omega dəqiqə bölünsün omega saat bərabərdir. Nə yazacağıq? T saat bölünsün t dəqiqə olacaq. Burada yerinə qoysaq, deməli saatın saat əqrəbinin dövrətmə periodu bilirik 12 saatdır. Dəqiqə əqrəbinin dövrətmə periodu 1 saatdır. 12'ni 1'ə bölsək 12 verəcək. Doğru cavab bu nisbətdə 12 olacaq. C variantı. Üçüncü testdə deyilir. E radiusda çevri üzrə bərabər sürətdə hərəkət edən cisim 5 tam dövr edəndə 30 metr yol gedir. Çevrənin radiusunu hesablayın. Biz gedən yolun düsturunu bilirik. N vurulsun 2 pi r'dir. Bizdən nəyi soruşur? Çevrənin radiusunu. Buradan r'i tapsaq, r bərabərdir. L bölünsün, n vurulsun 2 pi olacaq. L'imiz 30 metrdir. Burada zaten verilib. Bölünsün, neçə dövr edib? 5 tam dövr. N'in yerinə 5 qoyuruq. 2 vurulsun, pi də 3'dür. Məxrəc neçə eləyəcək? 30. Sürət də 30'dur. 30-30'a bölsək bizə verəcək 1 metr. Demək, çevrənin radiusu 1 metr olacaq. Dördüncü testdə deyilir ki, 6 metr yol getməsi üçün radiusu 50 cm olan təkər neçə dövr etməlidir? Yenə həmin düstura müraciət etmək lazımdır. N vurulsun 2 pi r düsturudur. Buradan n'i tapsaq bizə qalacaq L bölünsün 2 pi r. O da bərabərdir. L'imiz nə qədərdir? 6 metrdir. 2 vurulsun 3. Radiusumuz isə 0,5 metrdir. Yəni 50 cm 0,5 metr verəcək. Deməli, bundan bu getdi 1 verdi. 6'nı da 3'ə bölsəm mənə 2 verəcək. Deməli, doğru cavab hansı variantı olacaq? Y variantı olacaq. 5-ci testdə deyilir. Çevri üzrə bərabər sürətli hərəkətdə dövrlər sayının zamandan asılıq qrafik diaqramı verilmişdir. Hansı nöqtə dövrətmə periodunun ən böyük qiymətinə uyğun gəlir? Biz dövrətmə periodunun düsturunu bilirik. T bərabərdir. Kiçik t bölünsün n idir. Burada dövrətmə periodunun ən böyük qiymət deyirsə, zamanın ən böyük, dövrlərin sayının isə ən kiçik qiymət lazımdır. Zamanın ən böyük qiyməti 2 ilə 3'ə uyğun gəlir və dövrlərin sayının ən kiçik qiyməti isə 3-dən 4'ə gəlir. Burada kəsişdir 3'də. Deməli, doğru cavab hansı variantı olacaq? C variantı olacaq. Növbət testimiz 6-cı testdir. Çevri üzrə bərabər sürətdə hərəkətdə dövrlərin sayının zamandan asılılıq diaqramı verilmişdir. Hansı nöqtə bucaq sürətinin ən böyük qiymətinə uyğundur? Yenə bucaq sürətinin dövrlərin sayına olan düstur lazımdır. 2 pi n bölünsün t'dir. Burada bucaq sürətinin ən böyük qiymət deyirsə, dövrlərin sayının ən böyük və zamanı isə ən kiçik qiymət lazımdır.
Dövlənin sayının ən böyük qiyməti 2 ilə 3-ə uyğun gəlir. Zamanın ən kiçik qiyməti isə neçəyə uyğun gəlir? Deməli 1 ilə 2-yə. Cavab harda kəsişdi? Əlbəttə 3-də kəsişdi. Deməli doğru cavab hansı variantı oldu? C variantı, daha doğrusu 2-də kəsişdi. Doğru cavab hansı variantı olacaq? B variantı olacaq. 7-ci testdə deyilir ki, çeviri üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafiki verilmişdir. Dövrətmə periodunu hesablayın. Dövrətmə periodunu hesablamaqdan ötürü gərək ki, bizə bucaq sürəti lazımdır. Bucaq sürətdə bilirik, omega bərabərdir, fi bölünsün t'dir. Omegamız görünür ki, 12-dir. Daha doğrusu fiimiz 12-dir. Zamanımız isə 4-dür. Bizə neçə verəcək? 3 radyan bölünsün saniyə olacaq. Deməli, 3 radyan bölünsün saniyədir. İndi bizə dövrətmə periyodu ilə olan düstur lazım. Bucaq sürətinin dövrətmə periyoduna olan düstur omega bərabərdir 2 pi bölünsün t'dir. Buradan t'ni tapsa, t bərabərdir 2 pi bölünsün omegadır. 2 vurulsun, pi'miz 3'dür. Omega'nı da biz tapdıq 3. Burada bunlar ixtisar getdi. Bizə qalacaq 2 saniyə. Doğru cavab hansı variantı oldu? Əlbəttə C variantı. 8-ci testdə deyilir, çeviri üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin radius vektorunun dönmə bucağının asılılıq qrafikini müəyyən edin. Biz bilirik ki, çeviri üzrə hərəkətdə bucaq sürəti sabit fiziki cəmiyyətdir. Sabit isə deməli bu dönmə bucağının asılı deyil. Doğru cavab hansı variantı olacaq? E variantı. Saatın saniyə əqrəbinin dövrətmə tezliyinin nədən zamandan asılılıq qrafiki hansıdır? Biz bilirik ki, çeviri üzrə hərəkətdə saatın saniyə əqrəbi ümumiyyətlə dövrətmə tezliyi sabit fiziki cəmiyyətdir və zamandan asılı deyil. Doğru cavab hansı variantı oldu? D variantı. Saatın saniyə əqrəbinin dövrətmə periodunun onun uzunluğundan asılılıq qrafiki hansıdır? Eyni qaydada çeviri üzrə hərəkətdən söhbət gedirsə, yəni əqrəb çevrə cızdığına görə onun uzunluğundan asılı, yəni dövrətmə periyodu uzunluğundan asılı deyil. Sabit fiziki cəmiyyət deyə bilərik. T bərabərdir. Nə olacaq? Konstant. Əgər zaman periyod sabitdirsə, onda onun uzunluğundan, yəni əqrəbin uzunluğundan asılı deyil. Fi t ilə düz mütənasib asılıdır. Deyir ki, dövrətmə tezliyinin zamandan asılılıq qrafiki. Biz fi'nin düsturunu bilirik. Fi bərabər omega t'dir. O da bərabərdir. Məsələn, tezliklə olan düsturunu qoysaq omeganın, yəni bucaq sürətinin hansı düstur olacaq? 2 pi nü t olacaq. Əgər bizə deyirsə ki, burada nə? Fi nə ilə? Zamanla düz mütənasib asılıdır. Onda gərək ki, bizim nəyimiz? Nümüz sabit qalsın. Onda nü deməyək buna, n deyək. N'imiz sabit qalsın, nt olacaq. Əgər n sabitsə, onda zamanın asılılığı yoxdur. Doğru cavab hansı variant olacaq? E variantı. 12-ci testdə deyilir ki, verilmiş radiuslu çeviri üzrə hərəkət edən cisim A nöqtəsindən K nöqtəsinə 5 saniyə gəlir. Baxın, A-dan K-ya 5 saniyə gəlir. Bu hissəni 5 saniyə gəlirsə, bunu belə eləyə bilərik. Əslində, bunun düsturu yolda var. Əgər bu 4 bölgünün birini 5 saniyə gəlirsə, buranı da 5 saniyə, buranı da 5 saniyə, buranı da 5 saniyə gələcək. Mən baxıram, onda periyodumuz olacaq neçə saniyə? 20 saniyə. Periyod 20 saniyədirsə, bucaq sürətini tapmaq çox asan olacaq. Deməli, omega bərabərdir 2 pi bölünsün t düsturuna görə 2 vurulsun pi'miz 3'dür. Zamanımız isə, daha doğrusu periyodumuz isə 20 tapdı. Burada bunlar ixtisar gedəcək. Bizə neçə qalacaq? 0,3 radyan bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbəti testimiz 13-cü testi. Deyir, maddi nöqtə çeviri üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin dövrətmə tezliyi 5 saniyə üstü mənfi 1 olarsa, varid zamanda A nöqtəsindən neçə saniyə, A nöqtəsindən neçə dəfə keçər? Baxaq, əgər bizə dövrətmə tezliyi 5 saniyə üstü mənfi 1-dirsə, deməli, tezliyin düsturu lazım. Tezliyin düsturu n bərabər böyük n bölünsün t'dir. Mən baxıram ki, bizim n-i tapsaq, dövlən sayını, n vurulsun kiçik t eləyəcək. Biz tezliyi bilirik, 5-dir.
Bir də white zamanda deyir. White zaman deyirsə zamanı 1 götürə bilərik. 5-i 1-ə vursam 5 eləyəcək. Deməli həmin A nöqtəsindən bu cisim neçə dəfə keçəcək? 5 dəfə. Doğru cavab A variantı olacaq. Növbəti testimiz deməli əziz dostlar 14-cü testdir. 14-cü testdə deyilir. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 8 saniyədir. Bu cisim nə qədər vaxtda A nöqtəsindən B nöqtəsinin yenidən kətar. Biz dövrətmə periodunu bilirik. Neçədir? 8 saniyədir. 8 saniyədirsə gəlin bunu hissələrə bölərik. 2 saniyə bura düşəcək. 2 saniyə bura, 2 saniyə də bura. Gəlib A nöqtəsindən B nöqtəsinə çatması üçün neçə saniyə vaxt lazımdır? Əlbəttə 2 burada, 2 burada, 2 burada, 6 saniyə. Doğru cavab hansı variant olacaq? D variantı olacaq. Növbəti testimiz 15-ci test. Çeviri üzrə 2 radian bölünsün saniyə bucaq sürəti ilə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyə gələr? Yəni əvvəlcə dövrətmə periodunu tapaq. Dövrətmə periodunun düsturu biz bilirik ki, nə idi? Omega bərabərdir 2 pi bölünsün T'dən tapsaq, T bərabərdir 2 pi bölünsün omega olacaq. 2 vurulsun 3 bölünsün omega da 2'dir. Bu 2'lər getdi 3 saniyə olacaq. Mən baxıram ki, 3 saniyədirsə dövrətmə periodumuz. Baxın, A-dan B-yə sadəcə bu çevrənin bir hissəsini gedir, yəni 4də 1 hissəsini. Ümumi tam periyoda bizə, bax, A-dan çıxıb A-ya gəlmək üçün 3 saniyə vaxt lazımdırsa, onun 4də 1 hissəsini getmək üçün periyodun 4də 1-i lazım. Periyodun 4də 1-i də biz bilirik ki, 3-ün 4də 1-i 0 tam %75 eləyəcək. Doğru cavab hansı variantı oldu? D variantı olacaq. Gəldik 16-cı testə. Deyir ki, çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə tezliyi 0,2 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə nə qədər müddətə gələr? Periyodu tapmalıyıq. T bərabərdir 1 bölünsün N-dir düsturumuz. 1 bölünsün 0,2, o da bərabərdir 5 saniyə olacaq. Əgər tam periyoda bizə 5 saniyə lazımdırsa, onda A-dan B-yə periyodun yarısıdır. Deməli, nədir? Zamanda periyodun yarısıdırsa, elə 5 saniyənin yarısı tələb olunur. 5 saniyənin yarısı da elə 2,5 saniyə. Doğru cavab B variantı olacaq. Növbəti testimiz 17-ci testdir. Maddi nöqtə çeviri üzrə T bərabər 10 saniyə periyodla bərabər sürətlə hərəkət edir. L nöqtəsini keçəndən sonra 22-ci saniyənin sonunda bu maddi nöqtə harada olar? Baxaq əziz dostlar, biz bilirik ki, bizim periyodumuz neçədir? 10 saniyədir. Deməli, A nöqtəsini, L nöqtəsini keçdikdən sonra deyir. Yəni, bu 2,5 bura düşəcək, 2,5 bura düşəcək, 2,5 bura düşəcək, 2,5 bura düşəcək. Amma bizə verilən zaman isə neçədir? 22 saniyə. Dövlən sayını tapsaq, N bərabər kiçik T bölünsün böyük T'dir. Yəni, 22 bölünsün nə? 10. O da bərabərdir. Bizə düşəcək 22-ni 10-a bölsəm 2 tam 10-da 2 verəcək. Baxıram, deməli 2 dənə tam dövr eləyəcək. Bir də həmin nəyin? Dövrün 10-da 2 hissəsini. 10-da 2 hissəsi də təxminən buralara düşəcək. Və bu da bizə nə deyir? K ilə L nöqtəsi arası olacaq. KL, yəni LK və yaxud da KL. Doğru cavab hansı variant oldu? D variantı olacaq. Növbəti testimiz 18-ci testdir. Deyir ki, çeviri üzrə bərabər sürətlə hərəkətdə bucaq sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Dövrətmə periyodunu hesablayın, gəlin hesablayaq. Bizdə bucaq sürəti var, zaman da var. Periyodu hesablamaqdan ötürü omega bərabərdir 2 pi bölünsün T düsturundan T-ni tapaq. T bərabərdir 2 pi bölünsün omega olacaq. 2 vurulsun pi'miz 3'dür. Omegamız neçədir? Əlbəttə 3 olacaq. Burada bunlar getdi, ixtisar bizə 2 saniyə verəcək. Doğru cavab nədir? 2 saniyə. 19-cu testdə deyilir ki, çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 5 radian bölünsün saniyədir. Maddi nöqtənin 6 saniyə ərzində
neçə dövr edər? Bucaq sürətinin dövrlərin sayına olan düstur lazımdır. 2 pi n bölünsün t'dir. 2 vurulsun. Bizdən nə deyir? 5 radyan bölünsün saniyədir. Neçə dövr edər? Dövrlərin sayını soruşur. Gəlin buradan n-i tapaq. N-i tapsaq, omega t bölünsün 2 pi olacaq. Omegamız 5'dir. T'miz 6 saniye ərzindədir. 2 vurulsun 3. Bunlar getdi ixtisar bizə 5 dövr. Deməli doğru cavab nə olacaq? 5 dövr olur. Növbəti testimiz 20-ci testdir. Deyir ki, çevri üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 1 saniyə gəlir. A'dan B'yə baxaq. AB hissəsi bu hissədir. 1 saniyə gəlir. Onda deməli burada 1 saniyədir. Burada. Onda ümumi periodumuz 4 saniyə olacaq. Bizdə tezliyi soruşur. Tezlik də n bərabər 1 bölünsün t'dir. Yəni 1 bölünsün. Nə verəcək bizə? 4. 1-i 4-ə bölsək neçə verəcək? 0,25. Saniyə üstü -1. İndi deyəcəksiniz müəllim axı burada pi də var. Pi ilə necə? Əslində bunun bir həll üsulu yox, bir neçə həll üsulu var. Məsələn mən yaza bilərəm. Fikir verin, burada A'dan B'yə 90 dərəcə dönüb. 90 dərəcədə bilirik də fi bərabərdir. Pi bölünsün 2 deməkdir. Bunu belə də getmək olar. Bizim fi'nin düsturu necə idi? Fi bərabərdir omega t idi. Fi bərabər omega t. O da bərabər 2 pi n t yaza bilərik. Elə deyil. Buradan n'i də tapsa fi bölünsün nə yaza bilərik? 2 pi t yaza bilərik. Fi'miz neçədir? Pi bölünsün 2'dir. Pi bölünsün 2. Bölünsün 2 pi vurulsun. Bir də t'miz də neçə saniyəsə verilmişdi? 1 saniyə verilmişdi. Bunlar ixtisar getdi bizə. Yenə 1 bölünsün 4 0,125 verəcək. Yəni fərqi yoxdur. Həm birinci usul, həm də ikinci usul bizə doğru cavabı verəcək. Davam edək. Növbəti testimiz 21-ci sonuncu testdir. Çevri üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə gəlmişdir. Bucaq sürətini hesablayın. Biz A nöqtəsindən B nöqtəsinə 2 saniyə gəlibsə, periodun yarısı eləyəcək. Yarısına 2 saniyə gəlibsə, deməli tam periyoda bizə 4 saniyə olacaq. Bizdə omeganın periyodla olan düsturu lazımdır. Nə idi? 2 pi bölünsün t idi. Yəni 2 vurulsun 3 bölünsün nə? T'də 4 saniyədir. Bunlar getdi. Doğru cavab 1,5 radyan bölünsün saniyə. Deməli, əziz dostlar, B variantında testlərinin izahını verdik. Növbəti variantımız C variantı olacaq. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.